Doktor, göbək ciyəsi dölün boyuna dolanıb. Bu təhlükəlidirmi? Bu ifadə valideynlərdə ən çox panika yaradan ifadələrdəndir. Tək dolanma çox vaxt normal olur. Hamiləlik boyu göbək ciyəsi dəfələrlə açılıb dolana bilir. Əksər hallarda bu dolanma döl üçün heç bir təhlükə yaratmır. Dölyanı maye azdır. Bəs onda necə? Suyun miqdarı həmişə klinik vəziyyətlə birlikdə dəyərləndirilməlidir. Tək başına bu ifadə diaqnoz demək deyil. Uşaq köndələni uzanıb sağrı gəlişindədir. Baş yuxarıdadır. Xüsusilə 20-ci 30-cu həftələrdə deyilən bu sözlər əsassız panika yaradır. Bu dövrdə uşaq ana bətnində dəfələrlə yerini dəyişir. Bu ifadələr yalnız son həftələrdə əhəmiyyət kəsb edir. Plasenta qocalıb, yetişkənliyi 2-ci, 3-cü dərəcədədir. Əsas olan plasentadakı qan axınıdır və uşağın ümumi vəziyyətidir. Plasentanın yetişkənlik dərəcəsi tək başına həlledici rol oynamır. Amniotik maye bulanıqdır, çöküntülüdür. Bu ifadə ilə tez-tez rast gəlirik. Əksər hallarda bu çöküntülər dölün normal dəri örtüyünün hissəcikləridir, infeksiya göstəricisi deyil, yaxud da qrip nəticəsində yaranmır. Yəni yenə də qorxuya əsas yoxdur.